cavab oyununa gedirik. Əlbəttə ki, bəlkə də bir o qədər asan deyil bu oyun haqqında danışmaq, cavab oyunu haqqında danışmaq ilk nəticəyə görə. Amma hər bir halda bizim üzərində düşən vəzifədir. Biz sizlərin qarşınızda fikirlərimizi bildirməliyik və oyuna hazırlığımız barədə fikirlərimizi bölüşməliyik. Və bir də səhv etmirəmsə elə onlayndır, İngilis jurnalistlər də yəqin ki, bizi dinləyirlər, qulaq asırlar. Onları da salamlayıram. Və belə oyuna gəldikdə bir neçə gün vaxtımız oldu. Həm oyunu analiz etməyə, həm oyunun ətrafında xeyli düşündük və digər oyuna hazırlaşmağa. Mən belə söylənəcək çox bir fikir yoxdur. Bəli, bizdən üstün oldular, bizi üstələdilər. Belə çalışıb cavab oyununda daha diqqətli olacaq, daha diqqətli olmalıyıq, borcumuzdur və daha mübariz, daha məsuliyyətli olmalıyıq. Çünki həm geləcəyimiz yol, həm rəqibin öz doğum meydanda oyunu. Mən hazırlaşmadıq, baxmayaraq biraz psixoloji zərbə aldıq, amma hər bir halda ümumi hazırlığımız pis deyil. İnşallah çalışırıq ki, cavab oyununda özümüzdən yaxşı tərəfini göstərməyə.